Hovuzun mozaykasının yerinə vurulan metlaq çox qəşəngdir, hə? Başlayırıq. Ya Allah, bismillah. Salam əleykum. Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizləri Qızılqum ərazisindən Qoşaqala, Təzə Qoşaqala restoranının qarşısı yeni Bravo market açılıb. Onun arxasından salamlayıram. Gözəl bir ərazidən salamlayıram. 9 sotun içərisində inşa olunmuş 2 mərtəbəli bu gözəl bağ evin sizlərə təqdim etməyə gəlmişəm. Evin ümumi yaşayış sahəsi 400 kvadratdır. 6 otaqdan ibarətdir ev. 5 yataq otağı var. 6 dənə sanitar qovşağı yerləşir. Qonaq otağı, mətbəx. Mən hal-hazırda həyətdəyəm. Həyətdə olan hovuzun, bir daha söyləyirəm, yerinə, içərisinə vurulmuş bu kafel, metlaq, mozaika əvəzi çox gözəldir. Hətta bu hovuzda, bu həyətə gözəllik verir. Həyətdə nələr yerləşirsə, onların hamısını sizlərə bir-bir təqdim eləyəcəm. Bura mətbəxin qarşısıdır. Gözəl çılçıraqlar alıb boho stilində yığılıb bura. Çox da möhtəşəm görünür. Mən sizə deyim ki, yer olaraq, ərazi olaraq, evin ümumi tikintisi olaraq bugünkü gündə bu evin qiyməti çox gözəldir. Qəşəngdir və yaxşıdır. Amma bu qiymətdən yenə də endirim olunacaq. Evin bugün qiyməti, start qiyməti 875.000 manatdır. Bu da güldür, tam ortaya əkilib, amma bunun əvəzinə böyük bir şey də əkmək olardı bura. Qalsın belə. Landşaftı, evin sahibi belə düşünübsə, deməli belə də yaxşıdır. Həyət, evin üzlənməsi, evin sokollar, yəni yerdən olunan, hansı yerdən hündürdə olan şeylər, hansı Naxçıvan daşlardan təmir olunub, çox keyfiyyətli, palm ağacı, landşaftı, işıqlandırması çox qəşəngdir. Hətta sağında, solunda qonşular var, qonşuların həyətində olan o ağaclar bu həyətə də gözəllik verir, bu həyətdə olmasa da. Avtomatik olaraq darvazadır, sıyrılıb açılır, piyada keçən qapısıdır. Bütün işıqlar gecə-gündüzdür, orada qoşa eləyə bilərdim. Yandıra bilərdim, sadəcə özüm eləmədim. Dedim ki, bugün bu havada bunu çəkiriksə, bunun hələ gözəlliyi buradadır. Belə göstərim, gecə görüntüsü onsuzsa kim gələcəksə görəcək. Keçək. Hovuzun qarşısında söhbətgah inşa olunub burada. Bu söhbətgah geniş, böyük bir söhbətgahdır. Döşəməsi isti döşəmədir. Mətbəx mebeli yığılıb, indi çatışmayan bir şeylər var, hamısı olunacaq. Demək olar ki, bugün təzə çıxıb, bugün sahibi dedi ki, bitirdik, təmizliyi, təmiri satışa çıxır. Gələk, çəkin. İndi gəldim, dedim, tez gəlim, çəkim. Olacaq aksesuarlar, həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır. Daxilində stolu, hər şey qoyulub, mətbəx mebeli yığılıb. Hovuzun baş tərəfinə, yan tərəfinə 2 dənə şezlong qoyulub, amma şezlong qoymağa yeri çoxdur, maşallah. Yəni gün işığı almaq üçün yer çoxdur. Keçək, mətbəxin qarşısında veranda. Verandanın üstü və buradan asılan çılçıraqlar hamısı boho stilində yığılmış belə deyim, verandadır. Stolu, hamısı super qəşəng. Həyətdə, orada, evin yan hissəsində bir dənə otaq tikilib, hansı ki, kim istəsə gözətçi evi kimi istifadə eləyər. Onun da arxasında evin bütöv olaraq qazanxanası yığılıb. Bu evin həyəti, qarajı göstərməmişəm, gedim o da göstərim. Gəl. İşte keçək. Aşma hovuz göstərmirsən də. Çox qəşəngdir. Gəl. Zeytun ağacı. Qaraj. 2-3 maşınlıq qaraj olur. Burada avtomatik olaraq darvazası var. Qarajın baş tərəfində bir qapı var, hansı ki, evin arxa hissəsinə keçir. Bir qapı da var ki, buradan evin birbaşa daxilinə keçmir. Biz indi evin daxilinə birbaşa mərkəzi qapıdan keçəcək. Gedək. Gəl. Gəl abi, gəl. Gəl evin daxilinə keç. Buyur. Çox gözəl, geniş, böyük bir dəhliz var. Evin içərisinə daxil olduq. Evin içərisinə keçən kimi bir daha söyləyəm. Geniş, böyük bir dəhliz. 2-ci mərtəbəyə qalxan pilləkən, 2-ci mərtəbənin altından qapı var, qaraja keçir. Sağ tərəf mətbəxdir. Mətbəx otağıdır. Mətbəx mebeli hamısı yığılıb. Ön pəncərə, şəbəkə pəncərə birbaşa verandaya, hovuza baxır. Bütün mebel, bir daha söyləyirəm, aksesuarlar, bəzi şeylər gətirib yığılacaq.
Tam mərkəzdə bir dənə böyük bir ada var, altı dolabdır. İsti döşəmə bütöv olaraq. Evin tam mərkəzində, birinci mərtəbəsində yerləşən ümumi sanitar qovşağı. Bir daha söyləyirəm, aksesuarlar hamısı olacaq. Birinci mərtəbədə yerləşən yataq otağı daxilində sanitar qovşağı. Evin arxası görsən nə boyda maşallah qalıb. Birinci mərtəbə, birinci yataq otağı, daxilində sanitar qovşağı. Geniş, böyük bir qonaq otağı. Qonaq otağının arxası, keçək evin arxa hissəsinə. Gəl, hamısı qalın pəncərələrdir. Çox gözəl, keyfiyyətli pəncərələrlə təmir olunub. Evin arxa hissəsidir, maşallah. Burada da oturmaq üçün hələ demək olar ki, yer var. Burada da oturub dincəlmək olar. Arxa hissədə. Keçək. İkinci mərtəbəyə qalxaq. Göstərdim də sən buradan şeyə keçər. Hansı ki qaraja. Maşını saxladın mı oradan birbaşa evin daxilini keçmək olur. Qalxaq ikinci mərtəbə, gəl. İkinci mərtəbə. Dəhliz. Böyük bir dəhliz var. Evin qarşısına baxan eyvan. Düz evin həyətinə baxır. Gözəl bir görüntüsü var. Qalxan kimi sol tərəfdə birinci yataq otağı. Yataq otağının daxilində sanitar qovşağı və arxaya baxan eyvan. Maşallah, orada da evlər tikilir. 1, 2, 5 ev. Çox qəşəng, gözəl bir ərazidir. Çox qəşəng bir ərazidir. İkinci mərtəbədə bir yataq otağı, 2 yataq otağı, 3-4 dənə yataq otağı var. İkinci mərtəbədə. Bu da ümumi sanitar qovşağı. Sonra yenə yataq otağı. Gəl. Yataq otağının daxilində sanitar qovşağı. Bugün neçəncidir? 3-cü yataq otağıdır. Baxıram, təqdim edirəm eyvanın içərisində sanitar qovşağı var. Yenə yataq otağı, geniş, böyük bir yataq otağıdır. Daxilində həm də qardirob otağı, həm də ki sanitar qovşağı var. Gəl, bu da 5-ci yataq otağı. Bir dənə bu yataq otağına sanitar qovşağı yoxdur, əzizlərim. Bir dənə bu yatağın. Qalan bütün yataq otaqların 5 yataq otağı var, 4-ünün sanitar qovşağı var. Amma o 4-ünün sanitar qovşağından əlavə olaraq evin içərisində 2 dənə də ümumi sanitar qovşağı var. Bu deməkdir ki, hər bir yataq otağının özünün sanitar qovşağı var. Hətta hələ bir dənə də yataq otağı artıqdır. Qiymət 875.000 manatdır. Çox sağ olun, bizi izlədiyiniz üçün. Bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.